Qadın kişiyə deyir, canım sən həmişə xüsusi insan olmusan. Çünki sən həyatı sadəcə yaşamırsan, sən həyatın dadını çıxarırsan. Kişi cavab verir, bəli əzizim, mən həmişə keyfiyyətin tərəfində olmuşam. Qadın deyir, dünən mağazada Cartier komplekti gördüm, çox gözəl idi və həyatın dadını çıxarmağın ən zərif forması kimi görünür. Kişinin səsi dəyişir, əzizim, üzüklər və qolbaqlar sadəcə parlayan metallardır. Əsas odur ki, insanın içi gözəl olsun. Qadın cavab verir, düzdür əzizim, amma bilirsən ki, gözəl əsərlər gözəl çərçivələrdə gözəl görünürlər. Bir qadın öz gözəlliyini xüsusi detallarla vurğulamalıdır. Kişi deyir, amma həyat üçün əsas şey deyil. Qadın davam edir, sevgilim, sən mənim üçün əsas şeysən. Həyatında dəyər verdiyin insanlara dəyərli şeylər vermək sənə yad deyil, elə deyil. Kişi gülümsüyür, olsun əzizim, sənə yaraşacaq bir Cartier seçərik. Əsl manipulyasiya kişinin hədiyyə verdiyi üçün özünü xoşbəxt hiss eləməsini təmin etməkdir. Qadın əvvəlcə kişinin egosunu oxşayır və onun özünü dəyərli hiss etməsini təmin edir. Sən sadəcə həyatı yaşamırsan, sən həyatın dadını çıxarmağı bacarırsan. Burada qadın gələcək istəyə indidən zəmin hazırlayır. Hələ hədiyyədən bəhs edilmir. Sadəcə zövqlü və keyfiyyətli həyat anlayışı ortaya atılır. Kişi komplimenti qəbul etməklə qadının qurduğu çərçivəyə daxil olur. O müqavimət göstərmir, əksinə razılaşır, özünü keyfiyyətin tərəfində olan insan kimi təqdim edir. Sonra qadın hədiyyəni birbaşa istəmir, sadəcə görmüşəm deyir. Çox gözəl idi və həyatın dadını çıxarmağın ən zərif forması kimi görünür. Cartier komplekt maddi şey kimi deyil, həyatdan zövq almağın bir hissəsi kimi təqdim olunur. Sanki sadəcə təsadüfi bir müşahidədir, amma əslində dərin bir təlqindir. Kişinin müdafiə mexanizmi aktivləşir və o maddi şeylərin əhəmiyyətsiz olduğunu və insanın dəyərini ölçmədiyini bildirir. Qadın kişinin müqavimətini ortadan qaldırmağa başlayır. Qadın kişinin etirazını təsdiqləyir və düzdür deyərək onun fikrini rədd etmir. Bu kişidə psixoloji rahatlıq yaradır. Ardınca alternativ məntiq təqdim edir. Hər gözəl əsər gözəl çərçivədə olmalıdır. Burada o öz dəyərinə vurğu vurur. Kişi hələ də müqavimət göstərir, lakin artıq müqavimət zəifləyib. Əvvəlki etirazında o sadəcə metal deyirdi, indi isə əsas deyil deyir. Bu yerdə qadın kartları açır və sevgini ön plana çıxarır. Sən mənim üçün əsas şeysən. Bu emosional təsir yaradır və kişini yumşaldır. Həyatında dəyər verdiyin insanlara dəyərli şeylər vermək sənə yad deyil, elə deyil. Bu hipnotik dil qəlbidir və buna müqavimət göstərmək çətindir. Burada kişi dəyər ziddiyyətinə girir. Əgər o qadına dəyər verirsə, onu rədd edə bilməz. O artıq özünü hədiyyə verməyə borclu hiss edir. Çünki bu onun sevgisini sübut edəcək. Gördüyünüz kimi manipulyasiya açıq tələb və təzyiq deyil, incə məntiq və psixoloji təsirdir. Ünsiyyətinizin keyfiyyətini artırmaq istəyirsinizsə, NAT-dan faydalana bilərsiniz. Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil etdiyimiz Romantika Kraliçası adlı NAT workshopuna bütün xanımları dəvət edirəm. Martın 10-da keçiriləcək workshopda tətbiq etdiyimiz 30% endirim isə bayram hədiyyəmizdir. Məlumat və qeydiyyat üçün nömrənizi mənə yaza bilərsiniz. Ən uğurlu manipulyasiya kimi görünməyəndir. Qadın bunu qadın zəkası adlandırır, kişi isə sevgi jesti. Fikirləriniz çox maraqlıdır.